Demək olar ki, Böyük Vətən müharibəsi qədər davam edən müddət ərzində Rusiya işğalçıları Ukraynada dəfələrlə daha çox itki verib və onlarla dəfə az effektiv olub. Bu barədə İnformasiya Müqaviməti qrupunun hərbi siyasi müşahidəçisi Aleksandr Kovalenko Oboz-Batel media orqanına verdiyi hesabatda bildirib. Bu qeyd edib ki, 2-ci Dünya müharibəsi ilə Ukrayna müharibəsi arasında tez-tez müqayisələr aparılır və əsasən bu müqayisələr onların müddəti ilə bağlı olur. Konkret desək, Rusiya-Ukrayna geniş miqyaslı müharibəsi artıq 1330 gündən çoxdur davam edir. Halbuki 2-ci Dünya müharibəsinin Sovet İttifaqı üçün olan mərhələsi, yəni Böyük Vətən müharibəsi 1418 gün çəkmişdi. Kovalenko Ukraynadakı Rusiya işğal qüvvələrinin itkilərini və Böyük Vətən müharibəsi dövründəki işçi və kəndli qırmızı ordusunun itkilərini müqayisə edib. Beləliklə, hazırda işğalçıların Ukraynada itkiləri 1.127.000 nəfər öldürülən və yaralanan şəxsə çatıb. Bu da gündə orta hesabla 850 nəfər deməkdir. Qırmızı ordunun Böyük Vətən müharibəsindəki itkiləri isə 27 milyon nəfər, yəni gündə orta hesabla 1000 nəfər olur. Kovalenko eyni prinsiplə tank itkilərini də hesablamağa çalışıb. Hazırda işğalçılar 11.259 tank itiriblər. Bu da gündə 8-9 tank deməkdir. Halbuki Qırmızı ordu 8500 tank itirib, yəni 8-60 tank gündə. Bundan başqa Rus qoşunları bu günə qədər 23.350-dən çox zirehli döyüş maşını itirib. Bu da gündə 17-20 ədəd deməkdir. Böyük Vətən müharibəsi dövründə bu cür texnika o qədər geniş yayılmadığı üçün Qırmızı ordunun itkiləri 13.000-dən çox zirehli döyüş maşını ilə məhdudlaşıb. Yəni gündə 9 ədəd. Ruslar həmçinin bugünə qədər 33.680-dən çox rüləli artilleriya sistemi itiriblər. Bu da gündə təxminən 25 ədəd deməkdir. Müqayisə üçün Böyük Vətən müharibəsində Qırmızı ordu 90.000 rüləli artilleriya sistemi və 30.000-dən çox minaatan itirib. Yəni gündə 90 ədəd 40 nəfərlik reaktiv yayılım sistemlərinə gəlincə, Rus işğalçıları bu kateqoriyada 1520 ədəd itiriblər. Yəni gündə 1 ədəd. Böyük Vətən müharibəsi zamanı Qırmızı ordunun bu sahədə itkiləri 1800-dən çox olub, yəni təxminən eyni gündə 1 ədəd. Aqressor ölkənin ordusu bu günə qədər 64-350-dən çox nəqliyyat vasitəsi itirib. Bu da gündə 48-50 ədəd deməkdir. Müqayisə üçün Böyük Vətən müharibəsi zamanı Qırmızı ordu 410.000 nəqliyyat vasitəsi itirib. Gündə 290 ədəd. Kovalenko qeyd edir ki, gördüyümüz kimi bir çox kateqoriyalarda itkilər sadəcə müqayisə olunmazdı. Bu isə bu müharibələrin miqyas fərqinə baxmayaraq nə dərəcədə müqayisə oluna biləcəyi barədə suallar doğurur. Yoxsa hər şey göründüyü qədər sadə deyil.